Azərbaycanın Demokratik Respublikasının günüdür, bayram günümüzdür. Bütün Azərbaycan xalqını təbrik edirəm. Bir kere yükselen bayrak bir daha enmez. Qurulmuş dövlətimiz heç zaman sönmez. Tarixə yazılmış hikmətli sözlər əbədi qalacaq, heç vaxt sönməz. Qurdu vətənimizdə müstəqil ölkə, tanıttı yurdunu bütün hər yerdə. Demokratik ölkə oldu vətənimiz, Allah rəhmət etsin Rəsulzadəyə. Allah rəhmət etsin Rəsulzadəyə. Üç rəngli bayrağımız, dövlət himimiz, tanındı dünyada müstəqilliyimiz. Dahi adamımız, şəxsiyyətimiz, eşq olsun dahimiz Rəsulzadəyə. Unutmaz xalqımız heç zaman onu, unutmaz xalqımız heç zaman onu. Silinməz tarixdən izləri qoydu. Silinməz tarixə izləri qoydu. Tarixdən silinməz izləri qoydu. 28 may tarixə düşdü. 28 mayda tarixə düşdü. Bugün xalqımızın bayramı oldu. Bugün xalqımızın bayramı oldu. 28 may bayramınız mübarək olsun. Əziz Azərbaycan xalqımız, əziz statusda olan dostlarım, tanışlarım, bugün Azərbaycan Demokratik Cumhuriyyətinin il dönümüdür. Yaradıcısı yeri cənnət olmuş Məmməd Əmin Rəsulzadədir. Allah ona qəni-qəni rəhmət eləsin. Eşq olsun Azərbaycanıma, yaşa Azərbaycanım, yaşa. Yaşa mənim xalqım, yaşa statusda olan dostlarım, tanışlarım, paylaşın. Sevirəm hamınızı. Unutmayın siz. Sağ olun, təşəkkürlər.